Tənliyi həll etmək üçün x kvadratı üstəgəl 2x, burada da x kvadratı üstəgəl 2x var. Əvəz etmə üsulundan istifadə edəcəyik. X kvadratı üstəgəl 2x-a bir t deyirəm. İstədiyimiz bir dəyişəndən, hər hansı bir hərfdən əvəz edə bilərik. Onda bura t yazıram. Baxın, bunun yerinə t yazdım. Və mötərizədə nə varsa hər şeyi olduğu kimi yazıram. Digər mötərizədə də bura t yazıram. T üstəgəl 2 bərabərdir -4. Mötərizələri vurub açırıq. T-ni t-yə vururam. T-nin kvadratı çıxılsın 3t üstəgəl 2t çıxılsın 6 bərabərdir -4. Bu artıq kvadrat tənlikdir. Kvadrat tənlik ax kvadratı çıxılsın bx üstəgəl s bərabərdir 0 formasında olduğu üçün -4-ü əks işarə ilə bura keçirməliyəm ki, tənlik 0-a bərabər olsun. T kvadratı çıxılsın t. Çünki oxşar hədlər islah olur. -3t ilə -2t bizə -1t verir. Həmçinin sərbəst hədd -6 və -4 bizə verəcək -2 bərabərdir 0. Tənliyi istəsəz diskriminantla, istəsəz vurğulara ayırma ilə həll edə bilərsiniz. Mən vurğulara ayırma ilə həll edəcəm. T çıx ki, t üstəgəl 1 0-a bərabərdir. Mötərizələri ayrı-ayrılıqda 0-a bərabər edirəm. Tənliyin köklərini tapıram. Buradan -2, buradan da tapıram -1. Biz t-nin qiymətini tapdıq. İndi kvadrat tənlikdə əvəz etdiyimiz x kvadratı üstəgəl 2x-a t-yə bərabərdir. Bir dəfə bu t-nin yerinə t-nin -2 qiymətini qoyacam. Bərabərdir -2-yə. Bir dəfə isə x kvadratı üstəgəl 2x bərabərdir axı dedik t-yə. T-nin digər qiymətini qoyacam. -1-i qoyacam. Hər iki tənliyi ayrı-ayrılıqda həll edirəm. Burada x kvadrat üstəgəl 2x dedik kvadrat tənlik 0-a bərabər olmalıdır. -2-ni əks işarə ilə bura keçirirəm. -2 bərabərdir 0. Bu tənliyi diskriminantla həll eləmək istəsəm d bərabərdir. 2-nin kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun -2. Bu da bərabərdir 4 üstəgəl 8 bərabərdir 12-yə. Birinci kökü tapacam. -2 b-ni əks işarə ilə götürürəm. Üstəgəl kök altında 12 bölünsün 2. Kök altında 12-dən vurğu çıxarıram. Yəni 2 kök altında 3 yazıram. Nəyə görə? Burada qeyd edirəm. Kök altında 12 bərabərdir. Kök altında 4 vurulsun kök altında 3. 4-dən 2 çıxır. Olur 2 kök altında 3. Sürətdən 2-ni çıxarıram mötərizə xaricinə. -1 üstəgəl kök altında 3 bölünsün 2. 2-lər ixtisar gedir. Buradan kökü tapıram. -1 üstəgəl kök altında 3. Əgər tənliyin köklərindən biri irrasionaldırsa, o birini tapmaqda vaxt itirmirik. Yalnız və yalnız diskriminantın, yəni kökün işarəsi dəyişəcək. Yəni harda irrasional ədəd varsa, onun işarəsi dəyişəcək. Yəni əgər birinci kökümüz budursa, ikinci kökümüz yalnız irrasional ədədin işarəsi dəyişir. Kök 3 olur, -kök 3. Bizim bu tənliyin köklərindən biri bu oldu. İkinci kökü bu oldu. Üçüncü kökü burada tapacağım. X kvadratı üstəgəl 2x. -1-i keçirirəm bura. Olur -1 bərabərdir 0. Bu x üstəgəl 1-in mötərizə kvadratıdır. Bərabərdir 0-a istəsəz diskriminantla da həll edə bilərsiniz. Buradan da x-i tapacağım. Yəni x üstəgəl 1 0-a bərabərdirsə, x bərabər olacaq -1-ə. Bu tənliyin də bir dənə kökü var. Buradan da növbəti kökümüzü aldıq. Ümumilikdə tənliyin 3 kökü oldu. 3 kökü var. Tənliyin birinci kökü, biri budur, -1 üstəgəl kök 3. Biri budur, -1 çıxılsın kök 3. Digəri də -1-dir. Həmçinin burada bilirik ki, toplananların yerini dəyişib də bizə verə bilər. Kök 3 çıxılsın 1 verə bilər. Burada da fərqi yoxdur. Yerini dəyişsə yenə eynidir. Yəni -kök 3, -1 bu şəkildə də verə bilər.